Salam, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz the passive voice, məchul növdür. Yadda saxlayaq ki, ingilis dilində fiilin iki növü var. Məlum növ, active voice və məchul növ, passive voice. Məlum növdə hərəkət mübtada tərəfindən icra olunur. Mübtadanın nə etdiyi bildirilir. Məchul növdə isə hərəkət mübtada üzərində icra olunur. Mübtadaya nə edildiyi bildirilir. Məchul növ to be köməkçi fiilinin müvafiq zaman formaları və əsas fiilin participle to, verb 3, yəni fiilin üçüncü forması ilə düzəlir. Participle to qaydalı fiillər sonu ed, qaydasız fiillərin isə üçüncü forması. Məsələn, speak, spoke, spoken. Bax, bu üçüncü spoken qaydasız fiillərdə bir fiili mən nümunə üçün gətirdim. Biləsiniz ki, üçüncü forma participle to hansı formaya deyilir? Məchul növün ən əsası düsturunu bilək. Məchul növün əsas düsturu odur ki, cümlədə to be fiil olmalıdır. Müvafiq zamanlarda indiki zamanı, keçmiş zamanı, gələcək, bitmiş və s. zaman formaları və əsas fiilin participle to, verb 3, fiilin üçüncü forması. Bu, məchul növün ən birinci qaydasıdır ki, məchul növdə siz cümləni məchul növdə görmək istəyirsinizsə, siz orada birinci to be fiilini görməlisiniz və to be fiili ilə yanaşı, to be fiili deyəndə, yəni bu onun məsdəridir. Be-nin zamanlara görə dəyişmiş formasını görməlisiniz və onun yanında siz əsas fiilin participle to, keçmiş zaman fiili sifət, yəni ki, fiilin üçüncü forması gəlməlidir. Gəlin hissə-hissə məchul növün necə düzəlməsini izləyək. Məsəl üçün, birinci hissə, changing declarative sentences into passive, nəqli cümlələrin çevrilməsi. Gəlin diqqət edək. Məlum növdəki cümlənin tamamlığı, yəni feildən sonra gələn söz tapılır və məchul növdəki cümlənin əvvəlinə, yəni mübtadanın yerinə qoyulur. Bu nə deməkdir? Əgər bizim testimizdə sualımız verilmiş məlum növdə olan cümləni məchul növ formasına çevirin deyilirsə də, biz məlum növdə olan cümlənin tamamlığına baxmalıyıq. Tamamlıq harda gəlir? Tamamlıq cümlədə mübtada xəbərdən sonra gəlir. Xəbərdən sonra gələn tamamlıqdır. Biz bunu götürürük və məchul növü düzəltmək üçün biz gərək məlum növün tamamlığı olan hissəni, tamamlığını məchul növün mübtadası yerinə qoyaq. Yəni, cümlənin əvvəlində işlədək. İkinci addım, fiilin zamanı müəyyən olunur və həmin zamana uyğun to be fiili qoyulur. Bu nə deməkdir? Bizə verilmiş məlum növ cümlədə fiilin zamanına baxırıq. Fiil əgər indiki zamandadırsa, deməli məchul növdə də to be indiki zamanda olmalıdır. Keçmiş zamandadırsa, məlum növdəki cümlənin xəbəri keçmiş zamandadırsa, deməli məchul növdə to be-də keçmiş zamanda olmalıdır. Və yaxud məlum növdə cümlənin xəbəri gələcək zamandadırsa, deməli, məchul növdə də cümlədə to be fiili gələcək zamanda olmalıdır. Yəni, biz məlum növdəki xəbərin zamanını məchul növdə eyni götürməliyik. Həmin zamanda to be fiili olmalıdır. Və öz başımıza biz, məsəl üçün, məlum növdə cümləmizin zamanı indiki zamandırsa, məchul növdə to be-ni keçmiş zamanda götürə bilmərik. Və yaxud məlum növün xəbəri gələcək zamandadırsa, məchul növün xəbərini də götürüb keçmişdə, indidə işlədə bilmərik. Elə to be də yenə də gələcək zamanda olmalıdır. Addım 3. Fiil isə participle to-ya, yəni fiilin üçüncü formasına çevrilir. Yəni, hansı fiil məlum növdə olan xəbər kimi çıxış edən əsas fiil məchul növ cümləsində üçüncü formada istifadə olunmalıdır.
Dördüncü addım, məlum növdə olan cümlənin mübtədası atılır. Yəni, məchul növdə olan cümlədə məlum növün mübtədası iştirak edə də bilər, etməyə də bilər. Əgər iştirak edirsə də, mütləq by söz önüsü ilə cümlənin sonunda işlənir. Diqqət edək, məlum növdə olan cümləni məchul növə çevirərkən obyekt hal əvəzlikləri adlıq hal ilə, adlıq hal əvəzlikləri isə əksinə obyekt halda olan əvəzliklər ilə əvəz edilir. Bu nə deməkdir? Gəlin diqqət edək, cümləyə baxaq, cümləni analiz edək və verilmiş məlum növdə olan cümləni məchul növə çevirək. Kate invited me to her birthday party. Kate məni ad günü yığıncağına dəvət etdi. Bu nə məlum növ cümlədir? Kim? Kate. Nə etdi? Dəvət etdi. Görürsünüzmü? Mübtada hərəkəti özü edir. Məlum növ cümlədir. Kimi dəvət etdi? Məni dəvət etdi. Burada mi bizim məlum növ olan cümləmizin tamamlığıdır. Mən bu cümləni məchul növə çevirməliyəm. Necə? Ən birinci cümləmizdəki olan tamamlığı tapmalıyam. Tamamlıq midir? Biz dedik ki, cümləmizin məlum növ cümlənin tamamlığını məchul növ cümlədə mübtada kimi istifadə edirik. Bizim məlum məsələdir ki, məlum növ olan cümlədə tamamlığımız əvəzlikdirsə, yalnız obyekt halında olur. Tamamlıq kimi əvəzliklər obyekt halında çıxış edir. Bəs mən bunu indi məchul növə çevirib onu mübtada etmək istəyirəmsə də əgər mi cümlənin əvvəlində mübtada olursa, artıq mən burada onu şəxs əvəzliyi adlıq halda götürməliyəm. Ay. Sonra mən baxıram ki, mənim cümləmdə, məlum növ olan cümlədə mənim xəbərim keçmiş zamandadır. Deməli, məchul növ olan cümlədə də to be feili keçmiş zamanda olmalıdır. I, to be feilinin keçmiş zaman forması birinci şəxsdə was. Məlum növdəki cümləmin əsas feili inviteddir. Deməli, mən həmin feilin üçüncü formasını istifadə etməliyəm. Bu, qaydalı feil olması olduğuna görə keçmiş zaman forması da, keçmiş zaman feili sifət forması da id ilə düzəlir. I was invited to Kate's birthday party. Mən Kate'in ad günü yığıncağına dəvət olundum. Burada bizə demir ki, Kate tərəfindən dəvət olundum. Ola bilərdi ki, by Kate, yəni Kate tərəfindən. İndi isə gəlin bu cümləyə baxaq. I invited Kate to my birthday party. Mən Kate'i ad günüm yığıncağına dəvət etdim. Bu cümlə məlum növ cümləsidir. Məchul növ cümləyə çevirərkən məlum növ cümlənin tamamlığını tapaq. Kim mən, nə etdim, dəvət etdim? Kimi? Kate'i. Kate, bu mənim məchul növdə olacaq mübtadam. Cümlənin əvvəlində duracaq. Buyurun, Kate. Bizim xəbərimiz məlum növdə keçmiş zamandadır. To be feili də keçmiş zamanda olmalıdır. Was. Cümlədə xəbərimiz inviteddir. Deməli, bu da onun üçüncü forması gəlməlidir was'un yanına. Was invited to my birthday party. Diqqət edin. Mən dəvət etmişdim. Mən. Amma indi deyirik, mən tərəfdən. By me. Artıq mən. Gəldim cümlənin axırına məchul növdə. Çünki məlum növün cümlədə mən mübtada idi. Məchul növdə isə artıq hərəkət mən tərəfdən icra olunur. Deməli, I olmalıdır artıq obyekt hal formasında. Öyrəndiyimiz qaydaları testdə tətbiq edək. Qaydalı feillər. David opened the door. David qapını açdı. Tamamlıq tapılır və cümlənin əvvəlinə qoyulur. Tamamlıq nədir? The door. Kim David nə etdi? Açdı. Nəyi açdı? Qapını. Tamamlıq qapını buyurun. The door. Gəldi məchul növ cümlənin əvvəlinə. Feil keçmiş zamandadır. Deməli, to be-nin də keçmiş zaman forması istifadə olunmalıdır. Was və yaxud v məlum məsələdir ki, zədə üçüncü şəxsin təkindədir. Deməli, was olur. Feil participle to-ya keçir, yəni qaydalı feillər id qəbul edir.
Burada mənim fiilim open'dır. Bunun elə participle to forması da eyni bu formadır, open'dır. Mübtada atılır və ya by sözünü işlədilir. Əgər biz məlum növ cümlənin mübtadasını məchul növ cümlədə iştirak etməsini istəyiriksə, biz onu by sözünü ilə cümləyə gətirməliyik. The door was opened by David. Qapı David tərəfindən açıldı. Artıq bu bizim cümləmiz məchul növdədir. Bu qaydalı feillər üçün. Gəlin qaydasız feil üçün baxaq. David took the books. David kitabları götürdü. Diqqət edək, tamamlıq tapılır və cümlənin əvvəlinə qoyur. Kim David nə etdi, götürdü, nəyi götürdü, kitabları. Kitabları cümləmizin tamamlığıdır. Gəlirik cümlənin əvvəlinə məchul növdə the books. Feil keçmiş zamandadır. Deməli, to be-nin də keçmiş zamanı olmalıdır. Took keçmiş zamandır. The books cəmdədir. To be feilinin were forması olmalıdır. Feil participle to'ya keçir, qaydasız feillər kökdən dəyişir. Bizim feilimiz cümlədə took, elə deyilmi? Bu qaydasız feildir. Onun üçüncü forması necə olur? Take, took, taken. Biz məchul növ cümlələrdə əsas feilin yalnız üçüncü formasını istifadə edə bilərik to be feilindən sonra. Taken, mübtada atılır və ya by sözünü işlədilir. By David. Gəlin cümləmizə baxaq. The books were taken by David. Kitablar David tərəfindən götürüldülər. Məchul növdəki cümlənin xəbərinin tək və ya cəm olması, yəni was və yaxud were məlum növdəki cümlənin tamamlığından asılıdır. Birinci cümləmizdə bizim tamamlığımız the door təkdə idi, ona görə was işlətdik. İkinci cümlədə tamamlığımız the books cəmdə idi, ona görə were işlətdik. Çünki çevrilmə zamanı bunun növün tamamlığı məchul növün, deməli məlum növün tamamlığı məchul növün mübtadasının yerinə keçir. Mübtadanın yerinə keçəndən sonra isə özünün təkinə və cəminə aslı olaraq to be feilinin formalarını götürülür. Zamanların məchul növə çevrilməsi. Present simple, indiki sadə zaman, to be feilinin am, is, are və participle to forması. Məsələn, we use computers at the lesson. Computers tamamlıqdır, gəlir cümlənin başında computers. Use indiki zamandır. Deməli, to be feilinin indiki zaman forması are. Niyə are? Çünki computers cəmdədir. Use əsas feilinin üçüncü forması used at the lesson. Past simple, sadəcə olaraq mən indi formaları deyirəm, siz isə cümlələri bir-bir izləyərsiniz. Past simple, keçmiş sadə zamanda, məchul növdə was və participle to. Future simple, gələcək zamanda shall be, will be participle to. Present perfect, indiki bitmiş zamanda have been, has been participle to. Və burada da qeyd olub ki, have been, has been-in uzlaşmasına diqqət etmək lazımdır. Necə yəni diqqət etmək lazımdır? Tamamlığımızı biz cümlənin mübtadası yerinə gətiririksə, artıq biz orada tamamlığımızın tək və yaxud cəm olmasına baxmalıyıq. Cəmdirsə have been, təkdirsə has been istifadə olunur. Past perfect, keçmiş bitmiş zaman forması had been, participle to. Present continuous forması am being, is being, are being, participle to. Past continuous zaman forması was being, were being, participle to. Bütün cümlələri bir-bir necə çevrilməsini izləyin. Mən sizin vaxtınızı çox almaq istəmirəm. Ona görə də bir-bir bu cümlələrin üstündə dayanmıram. Ancaq siz yazını dayandırıb bir-bir izləyə bilərsiniz. Test edərkən nələrə diqqət etmək lazımdır? 1. Əgər verilmiş cümlədə feil indiki sadə zamandadırsa, elevdi, correct, use və s. variantda am, is, are axtarmaq lazımdır və həmin variantda been olmamalıdır. Çünki am, been, is, been elə forma yoxdur. Am, is, are üstəgəl participle to. Variant və verilmiş cümlə eyni sözlə başlamamalıdır. Bu nə deməkdir? Bu o deməkdir ki, biz məlum növ cümlənin mübtadasını məchul növ cümlənin mübtadası kimi istifadə edə bilmərik. Ona görə diqqət etmək lazımdır ki, verilmiş cümlə ilə məlum növ cümlə ilə məchul növ cümləsi eyni mübtada ilə başlamasın.
Mübtəda obyekt hala keçib by olmadan işlənməməlidir. Bu nə deməkdir? Məlum növün mübtədasını biz məchul növ cümləsinə gətirmək istəyiriksə, biz onu yalnız və yalnız by sözünü ilə gətirməliyik. Məsələn, she teaches economics at this university. Gəlin bunun çevrilməsinə diqqət edək. Economics is taught at this university. A variantında economics is taught at this university. Bu düzdür. Mən görürəm ki, mənim cümləmin tamamlığı economicsdir. Bunu mən gətirirəm məchul növ cümləsində mübtəda yerinə əvvələ. Baxıram ki, xəbəri teaches indiki zamandadır. Deməli, to be feilinin indiki zamanı olmalıdır. Economics bu sayılmayan isimdir. Ona görə təkdədir. To be feilinin də tək forması is işlədirəm. Mənim cümləmin xəbəri teachdir. Deməli, bunun mən üçüncü formasını, participle to formasını götürməliyəm. Bu olur teach, taught. Düzdür. At this university bu cümlə düzdür. B variantında economics is being taught. Yox. İndiki məchul növdə, indiki zamanda is ardan sonra being işlənmir, qətiyyən. C variantında she is taught economics at this university. Burada heç nə dəyişmədi. Elə məlum növ olan cümlədəki mübtədanı da məchul növdə istifadə etdilər. Sadəcə olaraq xəbəri götürüb məchul növ formasını verdilər. Bu isə yanlışdır. D variantında economics is taught her at this university. Burada deyir ki, ekonomika ona universitetdə tədris olunur. Ona yox, o tədris edir. Deməli, bu cümlənin axırında olmalıydı. By her olmalıydı. By-sız işlənib bu. Burada by her at this university. Əgər verilmiş cümlədə feil keçmiş sadə zamandadırsa, deməli, variantda was və axtarmaq lazımdır. Variantda yenə də been olmamalıdır. Variant verilmiş cümlə eyni sözlə başlamamalıdır. Çünki mübtədalar dəyişir. Mübtəda obyekt hala keçib, by olmadan işlənməməlidir. They built the station many years ago. Birinci cümlə. The station was built many years ago. Was been built, been artıqlaşandır. C variantında eyni mübtədanı gətiriblər cümləyə. D variantında isə deməli bizim məlum növ olan mübtədamızı by-sız işlədiblər, by-zam olmalıydı. 3-də əgər verilmiş cümlədə feil gələcək sadə zamandadırsa, diqqət edək. Variantda shall be, will be axtarmaq lazımdır. Variantda be mütləq olmalıdır. Məchul növdə to be feili shall be, will be formasında işlənir. Əsas feilimiz bir daha participle to formada olmalıdır. Variant və verilmiş cümlə eyni sözlə başlamamalıdır, yəni mübtəda dəyişməlidir. Mübtəda bir daha by olmadan işlənməməlidir. Cümlələrə diqqət edin. Əgər verilmiş cümlədə feil indiki bitmiş zamandadırsa, artıq burada biz have been, has been axtarmalıyıq. Variantda been mütləq olmalıdır. Niyə olmalıdır? Çünki bu məchul növdür. Məchul növ be-siz to be feili olmadan olmur. Məchul növdə feilimiz to be ilə əmələ gəlir. Bitmiş zamandır deyən, indiki bitmiş zaman have been, has been olmalıdır. Varianta zaman dəyişib had olmamalıdır. Əgər cümlənizdə indiki bitmiş zamandırsa, indiki bitmiş zamanda istifadə etməliyik. Bir daha variant və verilmiş cümlə eyni sözlə başlamamalıdır. Mübtəda obyekt hala keçib, by olmadan işlənməməlidirlər. Variantdakı feilin have been və yaxud has been olması bizim tamamlığımızdan asılıdır. Məsələn, they have built a huge plant in the town. Tamamlığımız a huge plantdır. A huge plant üçüncü şəxsin təkində istəyir bu feili. Has been built olmalıdır. Bəli, məlum növ cümlədə have built-dir. Niyə? Çünki mübtədamız Z-idi. Amma məchul növ cümlədə axı mübtədamız dəyişdi. Üçüncü şəxsin təkindədir mənim mübtədam. Ona görə də biz onu has been built ilə çevirməliyik. 5-ci, əgər verilmiş cümlədə feil keçmiş bitmiş zamandadırsa, variantda
had been axtarmaq lazımdır. Been mütləq olmalıdır. Çünki bu məchul növdə axı. Variantda zaman dəyişib has olmamalıdır. Sizin variantınız keçmiş, bitmiş zamanda past perfect zamandadırsa, məchul növdə də past perfect işlənməlidir. Bir daha eyni sözlə başlamamalıdır. Mübtəda obyekt hala keçib, by olmadan işlənməməlidir. They had found the car key. The car key had been found by them. Əgər verilmiş cümlədə fiil indiki davam edici zamandadırsa, is building, are cooking. Burada qayda indiki sadə zamanda olduğu kimidir. Tək fərq arada being olmasıdır. Bu nə deməkdir? Sadə zamanda am is are participle to. Amma davam edici zamanda am is are, bu bizim indiki zaman olduğumuzu göstərir. Being davam edici zaman olduğumuzu göstərir. Participle to isə bunun məchulda olduğunu göstərir. Məsələn, the company builds a house for its employees. The house is built by the company for its employees. The company is building a house for its employees. The house is being built by the company for its employees. Is indiki zamandır. Davam ediciliyi being göstərir. Üçüncü forma isə build formasında. Eyni ilə əgər verilmiş cümlədə fiil keçmiş davam edici zamandadırsa, artıq biz burada was və being participle olmalıdır. Məsələn, Freda was painting Granny's portrait all the evening. Granny's portrait was being painted all the evening by Freda. Diqqət edək, mütləq diqqət edək. Aşağıdakı fiillərin cut, let, put, read, cost, hit, hurt, shut, spread indiki və keçmiş zamanı eynidir. Cut, let, put, cost. Onların sonunda məlum növ cümlədə s varsa, deməli indiki zamandadırlar. Onların sonunda məlum növ cümlədə s yoxdursa, deməli keçmiş zamandadırlar. Niyə vurğuluyuram ki, məlum növ cümlədə? Məchul növdə zaman formasını düzgün istifadə etmək üçün. Məsələn, she put some pieces of cake on the table. Yəni, onların sonunda s varsa, söhbət əgər mübtədamız üçüncü şəxsin təkindədirsə, ondan gedir söhbət. She put some pieces of cake on the table və yaxud she puts some pieces of cake on the table. Birinci cümləmdə put keçmiş zamandır. Nədən bildim? Əgər bu keçmiş zamanda olmasaydı, üçüncü şəxsin təkində onun sonunda s yazılardı. Necə ki, ikinci cümlə kimi. Ona görə, birinci cümləm keçmiş olduğuna görə çevirmə zamanı some pieces of cake were put on the table, keçmiş zaman. İkinci cümlədə indiki zaman olduğu üçün some pieces of cake are put on the table, indiki zamana çeviririk. A lot of, some, all. Bunlar cəm isim, cəm xəbər istəyir. Əgər bunlardan sonra isim cəmdədirsə, xəbərimiz də cəmdədir. Əgər bunlardan sonra isim təkdədirsə, məlumdur ki, xəbərimiz də təkdə olmalıdır. Məsələn, I spent all my money yesterday. All my money was spent yesterday. Money təkdə, was spent təkdə. Nick has planted all these trees. All these trees have been planted by Nick. Trees cəmdə, have been planted cəmdə. Digər cümlələri də özünüz bir-bir təhlil etməlisiniz. Diqqət 3. Əgər xəbərdən sonra 2 tamamlıq gələrsə, onda aşağıdakı 2 halda doğrudur. Bu nə deməkdir? Ola bilər ki, bizim məlum növ cümləmizdə 1 yox 2 tamamlıq var. Həmin vaxtı biz bu cümlələrimizi məchul növə 2 yol ilə çevirə bilərik. Birinci tamamlıq ilə də, ikinci tamamlıq ilə də. Məsələn, we gave her a nice flower. Biz ona gözəl gül verdik. Diqqət edin, kim biz? Nə etdik, verdik? Kimə? Ona birinci tamamlığımız. Nə verdik? A nice flower, ikinci tamamlığımız.
Biz birinci tamamlıqla çevirmə edirik. H birinci tamamlığımız məchul növdə gəlir mübtada yerinə olur she. She was given a nice flower, ona gözəl gül verildi. İkinci tamamlığı ilə çevirmə edirik. A nice flower was given to her, gözəl gül ona verildi. Yəni bir cümlədə iki tamamlıq varsa da, deməli bu cümlələr iki cür məchul növə çevrilə bilər. Birinci tamamlıqla da, ikinci tamamlıqla da. To make feili məchulda özündən sonra to qəbul edir. Yadda saxlayaq. Make feili əgər məchul növdə işlənirsə də, ümumiyyətlə biz kompleks object, mürəkkəb tamamlıqdan bilirik ki, make feili özündən sonra canlı götürübsə də, tamamlıq kimi canlı gəlibsə də, gələn ikinci tamamlıq to-suz məsdər olmalıdır. Əgər make feili məchul növdə işlənirsə də, tamamlıq artıq to-lu məsdər olur. Məsələn, we made her repeat the story. Bu məlum növ cümlədir. Made her canlı, repeat to-suz məsdər. Amma she was made to repeat the story. Was made. Məndə, mənim xəbərim, make feilim məchul növdədir. Deməli, mənim tamamlığım gələn feilim, ondan sonra gələn feilim to-lu məsdər olmalıdır. Əgər məlum növdə tamamlığın qarşısında söz önü işlənibsə, diqqət edək, həmin cümləni məchul növə çevirərkən söz önü əsas feildən sonra işlənir. Bizim elə feillərimiz var ki, onlar söz önləri ilə işlənir. Məsələn, look at, listen to, pay for, send for. Gəlin fikir edək. Active, we sent for the doctor. Biz həkim dalınca göndərdik. Passive, the doctor was sent for. Həkim dalınca göndərildi. Sent for. Cümləni məchula çevirərkən zamanlar dəyişilməsin. Mütləqdir bu. Əgər sizin məlum növünüz indiki zamandadırsa, məchul növünüz indiki zamanda olmalıdır. Məlum növ keçmiş zamandadırsa, məchul növdə keçmiş zamanda olmalıdır. Bu mütləqdir. Zamanı öz başımıza başqa zamana çevirə bilmərik. They will dictate the telegram to her. Gələcək zaman məchul növdə the telegram will be dictated to her. Bu düzgündür. Amma the telegram would be dictated to her. Bu artıq yanlışdır. Nəyə görə would? Mənim cümləmdə would yox idi. Mənim cümləm sadə gələcək zamanı idi. Diqqət yetdi. Məchul növə çevrilmir. Burada diqqət edin. It formal mübtadası ilə başlayan şəxsiz cümlələr məchul növə çevrilə bilməz. Tamamlığı olmayan cümlələr məchul növə çevrilə bilməz. Çünki məchul növ tamamlıq ilə düzəlir və yadda saxlayaq ki, bəzi ingilis dilində feillər olur, təsirli feillər və təsirsiz feillər. Bu nə deməkdir? Təsirli feillər o feillərdir ki, özlərindən sonra tamamlıq qəbul edə bilir. Təsirsiz feillər isə tamamlıq qəbul etməyən feillərdir. Əgər məlum növdəki cümlənizdə sizin feiliniz təsirsiz feildirsə, həmin cümləni o təsirsiz feildirsə, deməli o tamamlıq götürməyib. Tamamlıq götürməyibsə də mən onu məchul növə necə çevirə bilərəm tamamlıqsız? Bu feilləri əzbər bilmək lazımdır. Be, become, happen, take place, occur, appear, disappear, rain, snow, look, arrive, come, go, die, lie, fly, live, resemble, rise, remain, suit, match, stay, stand up, sit down, work, sleep, ache, wait, swim, lack, agree, belong, cost, argue, quarrel, last, sneeze, cough. Bu sizin məlum növdə olan cümlənizdə bu xəbər varsa da, həm deməli onlardan sonra tamamlıq gəlməyib və həmin cümləni məchul növə biz çevirə bilmərik. It happened late at night. Bu bizdə it formal mübtadası olan başlayan şəxsiz cümlədir, məchul növə çevrilmir. It rained a lot last month. Bu da həmçinin bu cümləmizin mübtadası itdir, məchul növə biz onu çevirmirik. He has never been abroad. Burada cümləmizin tamamlığı yoxdur, məchul növə çevrilə bilməz.
The train arrived on time yesterday. Arrive təsirsiz feildir. Özündən sonra tamamlıq qəbul etmir. Deməli, məchul növə çevirmək olmaz.